Hə, dünənləri Mehriban xanım prezidentimizdir güya. Bu çıxıb orada çıxanda inanın ki o küçə uşaqları var ya qaqaşlar. İminlik yerişinin özü qaqaş yerişiydi. Sən Azərbaycanın birinci ledisisən. Sən yalandan da olsa bizim vitse-prezidentimizdir. O duruş, o dayanış, o cavab, o nə deməkdir ki? Yəni ki, demək istəyir ki, nə qələt edirsiniz, eləyin, mənim günüm xoş keçsin. Mən burada Mehriban xanım Əliyevaya deyirəm. Mehriban xanım, sən ölkənin başçısısan. Sən bu ölkədə məsul vəzifə tutursan. Bütün hakimiyyət nümayəndələri sənin tərəfindən işə götürülür. Azərbaycan bankları sənin əlində. Bütün icra hakimiyyəti sənin əlində. Mən başa düşə bilmirəm, sənin puldan başqa ayrı düşündüyün heç nə yoxdur ki. Axı sən Azərbaycan xalqını bu cür biabır eləməklə özü biabır eləyirsən. Sən Münxendə sənə cavan oğlun yaşındadır da, qızın yaşında. Sənə müraciət eləyir. Sən böyüklük göstərməkdən, ona deməkdən ki, hə oğlum, deginlər, nə sözün varsa eşidirəm. Ondan sonra uşaqların özləri utanardılar sənin haqqında nəsə danışsınlar. Amma sən onları qızışdırdın ki, mənim başqa şeylərimi də danışın. Çünki bu uşaqları sən özündən elə bir vəziyyətə qoydun ki, bunlar artıq səni ciddiyə almadılar. Sən artıq ciddi bir şəxs kimi özü aparmadın. O nə sözdür ki, Azərbaycan qadınlarını təhqir eləyirsən, arvad paltarında qaşduz gizləndiniz. Birincisi, sən arvad görsən, qaqaşsan. İkincisi də ki, elə bir şey olmayıb, eşitməmişik biz. Eşitsəydik, hər halda deyərdim, olub. Üçüncü, olubsa da, sənin əlindən qaçıb gizləniblər də. Çünki sən ölkədə elə bir vəziyyət yaratmışsan ki, həmin ölkədə insanlar beziblər. İnsanlar, dünənləri baxıram, bir dənə də qazimiz intihar elədi. Sən onlara baxanda özün, onların analarının qarğışlarını necə götürürsən özünə? Bax, özün şərait yaradırsan ki, sənin gəlinin haqqında, qızların haqqında, özün haqqında bu uşaqlar danışsınlar. Haqları yoxdur ki, haqlıdırlar. Çünki deyir ki, belə bir tərbiyəsiz cavabı, tərbiyəsiz də gələcəyi olur, tərbiyəsiz də sözü olur. Sən onda niyə görə bunlardan incəyirsən? İlham Əliyevdən soruşur, səninlə mətbuat barəsində sual vermək istəyirəm. Deyir, heç yerdə mətbuat yoxdur. Qaqa, onda mətbuat bir dənə ASTV-dir, sənin kanallarındır. Və bu Azərbaycanı siz dünyada biabır elədiniz. Hələ ki siz orada qalırsınız Azərbaycan xalqının puluna görə. Siz bizim pullarımızı kəsib Andreya, İvana, nə biləm, Maksa, o birsinə, Trumpa verə-verə, hələ ki yerüzü möhkəmlədmişsiniz. Amma bir onu başa düşün ki, bir dənə qığılcım bəsdir. O qığılcımdan sonra siz nə edəcəksiniz? Mənə bir dənə onu başa saldıma. Bəs bu başı qapazlığın sonu olmalıdır da. Nə qədər insanlar başı qapazlı olmalıdır. Baxın, dövlət başçımızın çıxıb orada belə qaqaş kimi arvad paltarında geyinən, gizlənən siz ya, sən idin də. Hə, o nə deməkdir, o nə danışıqdır, o nə tərbiyəsiz danışıq idi. Mən də onu deyirəm ki, Azərbaycan artıq uçurumdadır. Azərbaycan pis gündədir. Mən Azərbaycanın belə vəziyyətini bir halda ki, hakimiyyətin başında savadsız, cahil bir insan olursa, pul savad demək deyil. Pul modna olmaq deyil. Birincisi, sənin geyindiyin paltarları kim sənə sırıyırsa marka adıyla, hamısı Bangladeşdən 3-5 manata alınan şeylərdir. Gətirirlər, dədələrin qiymətini də qoyurlar, sırıyırlar sənə. İkincisi, heç birinizdə zövqü yoxdur. Üçüncüsü, sizin nə saç düzünüz, nə geyim düzünüz, heç biri. Vallahi mən özüm sizin yerinizdə baxıram, xəcalət çəkirəm.
Lucy gedib sədərəkdən alıb geyiniydi mi? Nəinki götürüb elə güya modlu paltarlar geyinirsən. Heç biri sizə yaraşmır. Nə qızlar var, nə özü var. Çünki Allah Teala sizdən zövqü də əsirgəyib. Sizdə zövq deyiləsi şey yoxdur. Mən də ona görə deyirəm ki, biz Azərbaycanlılar gərək bir olmalıyıq. Biz bir olmasaq çətin bir iş görə bilək. Biz Azərbaycanlıları bunlar zaten məhv ediblər. Amma ki, nə qədər olar? Biz özümüzü niyə bunlara qurban verməliyik? Mənə də o maraqlıdır. Axır, nə bilim. Dünənki çıxışı barəsində kimin nə ürək sözü var? Kim nə deyə bilər ki? Mehribanın Eminə dediyi söz ziyalı söz idi, ya qaqaş söz idi.